Əziz dinləyicilər, xoş gördük sizi. Bu dəfə qonaqlarımızdan biri incəsənət sahəsinin əziz müəlliməsi olan Əminə müəlliməzdir. O bizim uşaqlarımıza rəngin, kətanın, xəyal gücünün qapılarını açır. Əminə müəllimə, biraz sizi yaxından tanımaq istəyirik ilkin olaraq. Mən Hacıyeva Əminə, Zirə Qəsəbə Mədəniyyət Mərkəzinin rəsm müəlliməsiyəm. Mən də bu sahədə olan çox insanlar kimi, rəsm sahəsində olanlar kimi uşaqlıqdan, yəni fırçalarla, boyalarla iç-içə olmuşam. Elə də olub ixtisasımı da elə bu sahədə seçdim. Əvvəlcə Əzim Əzimzadə adında kolleci bitirmişəm. Daha sonra Rəssamlıq Akademiyasına daxil oldum. Və yəni uşaqlığımdan bu sahə ilə bir iç-içəyəm. Heç vaxt ayrılmaz bir hissəm olub. Bunu da davam etdirirəm. Mən məsəl üçün uşaq vaxtı bir güncə balaca bir qutu qoyurdum. Ona səhv etmirəmsə malbert deyirlər sizin sahədə. Onu özümə malbert bilirdim və onun içinə A4 vərəqəsi qoyub orada özümü bir rəssam kimi hiss edirdim. Mən bu sahəyə davam edə bilmədim. Rəsm ruhda, o daxildə bir o qıvılcım olmalıdır ki, onun davamı gəlsin. Yəni içində o həvəs, o sevgi olmadan məncə prosta sadəcə gedib orada rəssamlığa qəbul olmaq istəyi ola bilməz. Bu daxildə olan bir sevgi olmalıdır. Bəs bu rəsm sahəsi, incəsənətin bir qolu olan rəsm sahəsi yiyələnə bilən, yəni öyrənilən bilən bir sənətdir. Məsəl üçün məktəbdə biz riyaziyyatı öyrənə bilirik, ədəbiyyatı öyrənə bilirik. Düzdür, onlar da ruh istəyir. Onlar da mexaniki olaraq riyazi hesablama istəyir. Amma rəsm öyrənilə biləcək bir sənətdirmi? Yoxsa yox, bir anadan gəlmə bir istəyi yoxdursa, yəni ruhunda bir şey yoxdursa, amma öyrənmək istəmək kimi bir çabası varsa, o sənətə yiyələnə bilərmi? Düşünürəm ki, məncə hər kəs çəkə bilər. Yenə bayaq dediyim kimi, onun daxilində istək və həvəs olmalıdır. Bu ikisi olsa, zamanla öz üzərində işləməklə rəssam oluna bilər. Amma hamının çəkdiyi sənət eyni səviyyədə olmur. Bu biraz da daxili istedaddan da qaynaqlanır. Mən tələbələrimə də deyirəm, yəni həftədə 2 dəfə kurslarda filan çəkməklə olmur. Davamlı əl işləməlidir. Öz üzərində işləyən hər kəs məncə rəssam ola bilər. Belə bir şeydir. Mən özüm də incəsənət sahəsinin bir qolu ilə məşğulam və mən uşaqlarıma, şagirdlərimə dəfələrlə çalışın, əziyyət çəkərək yaranacaq bir və səbrlə yaranacaq bir sənətli deyirəm. Bu sizin sahə üçün də keçərlidirmi? Yəni keçərlidir bəli. Bir portreti çəkmək üçün siz onu hissmi etməlisiniz? Yoxsa çox çalışmalısınızmı o cizgiləri əldə edəsiniz? O cizgiləri əldə etmək üçün çox çalışmaq lazımdır. Əl davamlı işləməlidir. Yəni olur, məsələn, gələn valideyn soruşur, bu uşaq neçə müddətə gözəl rəsmlər çəkə bilər? Mənə də o suallar olur, bəli. Bu sadəcə həftədə 2 dəfə məşğul olmaqla qazanılan bir şey deyil. Davamlı əl işləməlidir, öz üstündə işləməlidir və sevgi, həvəs, səbr bunlar olmalıdır. Bu incəsənət əsas sevgini, səbri, əzmi, düzdür, arada bir tükənmişlik yaşayır insan incəsənət sahəsində, amma məncə daha çox sevgi olduqda o tükənmişlik artıq onu o bir müddət, qısa müddət olur. Ta ki nəyisə öyrənən vaxta qədər. Sizin tələbələrinizdən biri hər dəfə dərsə gəlir, qulağına nauşnik taxaraq o rəsmi işləyir. Çox tələbələrim elədi. Yəni musiqi sədaları altında insan rəsm və musiqi birləşəndə tam rahatlıq və işlədikcə orada öz emosiyalarını daha yaxşı, rahat çatdıra bilir. Çünki mənim də bir qohumum orada, yəni Məzahir müəllimin tələbəsi olub, o da bir də görük yoxdur. Musiqini taxıb qulağına sakitcə. Mümkün olmur onsuz işləmək. Hə, Elə bil bir-birinə bağlı bir şey kimidir musiqi və rəsm. Bir şey də soruşmaq istəyərdim. Rəsmin gündəlik həyata təsiri. Rəsmin gündəlik həyata təsiri var. Təbii ki, bu danılmaz bir şeydir. Məncə başqa bir sahədən bir insanın çörəyini başqa bir sahədən yeyirsə belə, rəsmlə məşğul olmaq olar və bu onun həyatına çox təsir eləyir. Dünyaya baxışı başqa olur, zövqü başqa formalaşır. Məncə rəsm insanın həyatına çox böyük təsir eləyir. Yəni bir söz var, rəssam gözü ilə bax. Həqiqətən də bir ağaca mı, səmaya mı baxanda məncə rəssamlar onu normal insanlardan daha fərqli baxırlar. Bəli, sadəcə ağac görmürsünüz. Siz orada sadəcə bir ton görmürük. Bəli. Mən adicə sizin rəsmlərdə baxdıqda, uşaqların əl işlərini gördükdə
çox mətəl qalaram. Uzaqdan baxdıqda sadəcə hər hansı bir, nə bilim, günəşdir deyək, amma yaxınlaşdıqda günəşin hər hissəsində müxtəlif sarının tonlarını görürük və bu insana dəhşətə gətirir. Bu tonlar necə fərqli-fərqlidir, amma birləşəndə çox gözəl bir kompozisiya yaradır. Günümüzdə mən diqqət edirəm, çox uşaqda var diqqət əksikliyi. Rəsm diqqətin güclənməsi üçün çox telefon və təsir gündəlik həyatımızda məişət, telefon, televizor çox. Mən öz tələbələrimə diqqət edirəm və ilk gəldiyi gün diqqət yayınlığı olan uşaqlar bir müddət sonra hər detalı görməyə, diqqətini toplamağa başlayır. Məncə bu elə özü böyük bir amildir. Bəs ola bilərmi ki, bu sahənin ona neqativ bir təsiri olsun? Rəsm yorucu bir şey deyil. Bu həm məşğuliyyətdir, həm terapiyadır, hər şeyin cəmlənməsidir və burada neqativ heç bir şey. Hər bir kəs deməli sənətlə məşğul olmalıdır. Bəli. Çox sağ olun Əminə müəllimə. Bu gün sizdən öyrəndiyimiz, hətta bu dəyərli məlumatların rolu məncə hər birimiz üçün bir işıqdır. Təşəkkür edirik bu gününüzə görə, bizə zaman ayırdığınıza görə minnətdarıq. Mən təşəkkür edirəm. Sağ olun. Sağ olun.